Amerika prezidenti Donald Trump bəyan edib ki, Sülh Şurası beynəlxalq təşkilata çevrilir. Bu açıqlama beynəlxalq siyasətdə ciddi rezonans doğurub. Yeni qurumun qlobal təhlükəsizlik və sabitliyə töhfə verməsi nəzərdə tutulur. Məqsəd münaqişələrin qarşısını almaq, əməkdaşlığı gücləndirmək, humanitar yardımlaşmanı təşviq etməkdir. Son 10 illiklərdə ən çox tənqid olunan institutlardan biri məhz Birləşmiş Millətlər Təşkilatıdır. Təşkilatın təsir imkanlarının zəiflədiyi açıq görünür. Qəbul edilən qətnamələr çox zaman icra olunmur. İkili standartlar etimadı azaldır. Bu səbəbdən islahatlar qaçılmaz sayılır. Azərbaycan Sülh Şurası təşəbbüsünü dəstəkləyən, quruma üzv olan ilk ölkələrdən biridir. Rəsmi Bakı, Sülh Şurasının beynəlxalq təşkilata çevrilməsi ideyasını müsbət qiymətləndirir. Ölkəmizin bu quruma üzvlüyü onun beynəlxalq münasibətlərdə artan rolu, qətiyyətli xarici siyasəti ilə şərtlənir. Prezident İlham Əliyev uzun illərdir ki, BMT-də islahatların vacibliyini vurğulayır. Dövlət başçısı çıxışlarında mövcud sistemin ədalətli və effektiv olmadığını dəfələrlə bəyan edib. Ədalətli beynəlxalq nizamın hüququn haliliyinə əsaslanmalı olduğunu xüsusi qeyd edib. Lakin təəssüf ki, biz bunun əksini müşahidə edirik. Daha çevik və məsuliyyətli mexanizmlərin yaradılması zamanın tələbinə çevrilib. Sülh Şurasının beynəlxalq təşkilata çevrilməsi bu yanaşmanın doğruluğunu təsdiqləyir. Bu qərar göstərir ki, Azərbaycan prezidentinin çağırışları zamanın tələbidir. Dünya yeni təhlükəsizlik arxitekturasını axtarır. Azərbaycan isə bu prosesdə fəal iştirak edir.